İctimai xadim Telman Dadaşovun ölümündən 7 ay 15 gün keçir. O, Tərəqqi Sosial İnkişaf İctimai Birliyinin qeyri-hökumət təşkilatında təsisçi və sədr olmuşdur. O, uzun sürən xəstəlikdən sonra 27 iyul 2025-ci il tarixində 72 yaşında vəfat etmiş və 28 iyul 2025-ci ildə dəfn olunmuşdur. O, əsasən qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması və sosial inteqrasiyası sahəsində fəaliyyət göstərirdi. Bugün onun doğmaları və yaxınları onun ziyarətinə gəliblər. Mən Telman müəllim barədə çox danışa bilərəm. Amma onu aforizm formasında tam dəqiq edəcəm. Telman müəllim mənim müəllimim oldu. Mənim yoxladım insana dərs. Eyni zamanda həyat yoldaşı. Hər ikisi ziyalıdır. Telman müəllim eyni zamanda o dövrdə də öz elmin bizə təmənnası düzdür. Müəllim elmindən bizə bəhrə veribdir. Bu gün də xeyriyyətçi bir insan kimi elə xalqa, bəşərə xeyir verir. Telman müəllim barədə yenə deyirəm, o qədər çox sözlər demək olar ki, o hamını öz şagirdi, qardaşı, cavanları, balası bilirdi. Heç vaxt, heç vaxt. O çox pul qazanmadı. O çox ad qazandı, san qazandı. Niyə? O yollar çəkdi, sular çəkdi, çiçikto elədi yüzlərlə insanlara bugünkü çətin vaxtlarda. Ona görə də mən Telman müəllimə Allahdan rəhmət diləyirəm. Onun həyat yoldaşı, uzun ömür, can sağlığı, övladlarına da onun torpağı sana ömür diləyirəm. İcazə versəniz, Quran oxuyarım. Telman müəllimin Fəhrun Şadına biz hamımızın adından Telman Şirinoğlu'nun Fəhrun Şadına bir sürə bunu oxuyarım. Məhəmməd Ali Məhəmmədin Gülzəm Allahümme səlləm Məhəmmədin və Ali Məhəmməd bir sürə mərhum müəllimin Telman Şirinoğlu'nun Fəhrun Şadına. Allahümme əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Səbbih ismə rabbik. Vəl-ləzi qaddərə fəhədə. Vəl-ləzi əxrəcəl mər'am. فجعله ساء أحوى سنقله إنه يعلم الجهر وما يخفى ونيسرك سيذكر من يخشى ويتجنبها الأشقى الذي يصلى النار الكبرى ثم لا يموت فيها ولا يحيى قد أفلح من تزكى وذكر اسم ربه فصلى بل تؤثرون الحياة الدنيا والآخرة خير وأبقى إن هذا لفي الصحف الأولى صحف إبراهيم وموسى صدق الله العلي العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين. Oxunan Əla surəsi sabah hamısı hədiyyə olun mərhum müəllimiz Telman Şirinoğlu Fəxri. Allah rızası üçün Əl-Fatihə məhəs-səlavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allah rəhmət etsin. Sizə də öz minnətdarımı bilirəm. Bizim müəllimizi işfandığınız gibi hər ikinizə minnətdarım. Çox sağ olun, var olun. Yeri böyüksünüz. Allah rəhmət etsin. Telman müəllim gözəl insan idi, xeyirxah insan idi. Bu özü öz rəhmətini sağlığında qazanırdı. Onun haqqında da saatlarla danışmaq olar. Ama az danışsaq daha yaxşıdır. Çünki o sağlığında hər bir vaxtı yetimə, yesirə, nə bilim o yolunu dəyişən insanlara kömək olub, onu düz yola dəvət edib. Allah rəhmət eləsin burada. Teşekkür ederim. Teşekkür ederim.